Adına baxın da. Ay da necə gözəldir. Çox qəşəngdir də, yəni çox qəşəngdir. Ay Allah, bu nədir? Biri yazıb ki, dadlı deyil, yalandan edir. Reklam deyil, bala. Reklam olsa deyərəm ki, sən haqlısan. Reklam deyil, bu bir. İkincisi, reklam olsa da mən dadsız yeyə dadlı deyə bilmərəm. Elə bir reklamda yalandan reklam edirəm. Acı kofe bacı. Gedin alın, indi eləyin. Çox dadlıdır da, yəni çox dadlıdır. Soyuq olur, el qışın olur. Amma əriyir də belə va. Baxın. Belə olur. Belə elirsən də. Çox qəşəng olur da. Ağ marojna, plambir. 2 qaşıq kofe, qaynar suyun içine tökürsən, 2 qaşıq kofeni, belə kofe düzəldirsən. İndirmez. Ha, gördünüz kofe. Marojnanın üstüne kofeni töküp karıştırırsan, yiyirsən. Bir dənə kofe al da bacı. Ayda çok qəşəngdir. Ay kız, bu ne deməkdir? Ayda çok qəşəng. So, bugünlük mənim yemeğim, bir de akşam yerim. Hə, bacı size kurban olsun. Acı kofenin üstüne içim. Kızlar, siz ne hoş durursunuz? Amerikanı hoş durursunuz. Ne hoş durursunuz? Kofe ne hoş durursunuz? Az hələ yenə yeyəsən. Az axşam yeyəcəmdən ha. Hər növünü, həmin bir də Amerikanı xoşduram. 2 xörək qaşığı yox, çay qaşığı aşkım. 3'ü birində. Kızlar, ay kızlar. Mən bir şey sahibləndirirəm. Bir şey sahiblənmək istəyirsiniz. Gidip görsədim. Gelin bak görün. Hardasınız bir şeyler. Ay bir şeyler. Hardasınız. Diyen görün. Kim bir şey istiyor? Bir şey isteyenler var desin. Kim bir şey istiyor desin, ne olur. Xahiş edirəm. Bir şey sahibləndirim. Neçiyədir nədir? Aşkım düş aşağı. Düş aşağı. Düş aşağı. Hansı bir şey? Evet, sahibləndirmək pulsuzdur. Pulsuz bak, 3 renkli bir şeydi bu. O şeyine kurban olalım. Ona bak, ona bak. O şeyine kurban olalım. Can. Hay can. Can. Ki hansını istəyirsiniz? Bu üstlər hələ böyümüyor. Bunlar böyüsün, bunları da sahibləndirəcəm. Çok başına dön. Baxsana. Şeyine kurban olum. Şeyine kurban olum. Şeyine. Ay.
Kurban olurum ay seni. Oy, oy, oy. Şey yatışını yiyeyim. Seni kurban ol. Ay. Bunlar balacadır, bunları hələ vermirəm. Bunlar 2 həftədən sonra. Ay nə olmuşdu ay? Hə? Ay sənə. Can. Buna baxın. Ay qorxdu. Kızım. Ora bax, sən baxırlar kızım. Da baxdana kurban olum sənə. Ay sən istəyirəm. Az düş aşağı da yaxşı vermirəm balalarımı. Düş aşağı. Gitməmək ver balalarımı. Elim dedim öyle. Allah haqqı. Kızlar, hansını istəyirsiniz? Baxın, bir də bu var. Ay sənə qurban olum. Sənə qurban olum ay. Hansını istəyirsiniz kızlar? Yuxarıdakı bir şey. O mıkıdı. Az o mıkıdı. O siz yuxarıdakı bir şey bilsiniz hansı bir şeydi? Mıkı. Raul diyen bir şeydi. Mıkı. Mıkı. O mıkı sənə qurban olum. Ay mıkı sənə qurban olum. Məşhur mıkı budur bax. Raul çağıran. Mıkı budur. Budur. Mıkı. Lili sən də paxıl olma da Lili. Paxılsan eminim. Neyse kızlar. Daha hansı bir şey istəyirsiniz deyin. Və sonra bir şeyim var kızlar. 4 aylıq bir şeydir. 4 aylıqdır. Bunun damağında xalı var. Ağzının içində damağında xalı var. Peyğəmbərin pişiyi kimi üstü qaradır, altı ağdır. Damağında da xalı. Çekil görmez. Çekil az. Neçə pişiyim var. Deməli kızlar 24 dənə pişiyim var idi. Balaları oldu. Deməli 3, 4, 7 dənə də balası olub. O da oldu. Nə qədər elədim? 24-ün üstünə 7 gələndə 31. Balaları ilə bir yerdə 31 dənədir. %24'ün üstünə 7 gələndə 31 eləyir bacı. 32 eləmir ax həyatım. 24'ün üstünə 7. Necə saxlayırsan? Gedi ağzıyıyor. Niyə? Hamısı evdə sizlə yaşayır. Hə. O 32 kimi yazmışdı sən Allah. Ayız Qəmbərova. Rezet müəllimə salam deyərsən bacı qurba. Yazdığım müşmər yox. Gözlərinizə. Ay qız gözlərimi heç nə etməmişəm. Bir dənə şey çıxardım, effekti bax. Kipriklərimi şey eləmişəm bax. Kipriyimi çıxartmışam, yolmuşam əsəbimdən kipriyimi. Ay qızlar istəyirəm də gedib elətdirəcəm Zodana. Ay qız, bəzi insanlar var, mən onları başa düşə bilmirəm. Deyir ki, təklik xoşbəxtçilikdir. İnsan necə tək xoşbəxt ola bilir bacı? Bəs yaxşı, mən niyə tək xoşbəxt ola bilmirəm?
Hə? O təklik yaradan xoşbəxt. İnsan daşa divara sarılıb necə xoşbəxt ola bilər? Bir qadını xoşbəxt edən kişidir. İnsan nətər tək xoşbəxt ola bilər? O mənə çatmır. Bacı, bu ad yazmayım bura. Sən düz danışırsan. Az mən düz danışıram. Prosta düz danışan 7 köydən qovurlar. Belə şey olar az. Vay vay, özü cüddü cəmaata deyir tək olar. Biri yazıb ki, vay vay, özü cüddü cəmaata deyir tək ol. Allah haqqı da. Vallahi sən qonmazlar. Vallahi da. Az uşaqlar böyüdü, hərəsi öz otağında yatıb. Bayquş kimi qalmışam burada tək. Hava gözəl, quşlar cikilləşir. Bir şey olar az. Hava da qəşəng istidir, adamın sevgilisi olar, götürə gedə rayona, gəzə, əylənə. Bu nə dost? Yox, belə olmaz Vüsalə. Sən də seçirsən də Vüsalə. Seçməsəydin, indi tək qalmazdın. Çox seçim eləyirsən, cibi boşdur, bunun maşını pisdir. Ağarım, mən də beləyəm də. Üzün niyə deşik? Mənim üzüm həyatı boyu deşik ola bilməz də. Baxın, mən effekti çıxardıram. Bax, indi filtri də çıxardıram. Yəni, ay üzün deşikdir. Bax. Ya, filtri çıxardım. Bax. Bax. Bax, filtr, üzümdə filtr yoxdur. Bax. Bir qırıq filtrim yoxdur üzümdə. Bax. Vüsü bu skalterinin ipi nə qəşəkdir. Dəsdir bu. New York'da. Mən paltarlarını New York'dan alıram aşkım. 29.90-adır deyəsən. 30 manatdır üstü. Altıdakı 17 manata. 6-17 manata, üstü 30 manata. Ağ rəngində almışam, qara rəngində. Ölürəm mən onlardan ötürü bacı. Bəzi insanlar nəsə alanda şey olur. Mən paltar alanda xoşbəxt olam. Çox sevirəm. Fərqli şeyləri. Bir də rəngarəng sevirəm. New York'dan aşkım. Əhmədi metrosunun üstündə. New York'da. Üstü 30'dur. 6-17. 16.90'dır nədir o? Ümumiyyətlə, qəşəng paltarları New York'da olur. Penti'dəki olanları bəyənmirəm. Ən qəşəng mən bütün hamısını oradan alıram. Gecə şeyləri olur, qadınsı gecə geyimləri. Onlardır, hamısı New York'da. Çünki şey olur, kalitəli olur onlar. Baha deyil aşkım. Üstü olur 30'a, 29, 30'a, 20'ye, bir də 25'ə səhv eləmirəmsə. Paltarda 3'ü 23 manat olur ya da təki 17 manat olur. Çox keyfiyyətlidir, çox qəşəngdir. Mən oradan alam, bodylərimi də oradan alam. Ən yaxşı sədirək. Ay qız, bilmirəm də aşkım, mən pastayanla bütün hamısını oradan alıram. Kotundan almamışam, yalan deyərəm, oradan alıram mən. Örgəşmişəm oranın paltarlarına. Siz də satırsınız? Yox, ağ paltarı yox.
Canımsan, gemini. 8-ci kilometrdə küçədə var satırlar. Hə, yox. Nə bilim aşkım, ala bilərsiniz, oradan da ala bilərsiniz. İndi hərə bir cürdür də, hərənin bir zövqü var. Mən orankiları daha çox bəyənirəm. Məsələn, elə insan var Pentidən alır, deyir Pentinkini daha çox bəyənirəm. New York'da çoxu kiçik ölçüdür. Yox aşkım. Ay qız, bəlkə gedim əməliyyat olum. Kakras bir müddət işləməyəcəm. Yox, sən Allah. Yox, qalsın oktyabra. Bacı. Qalsın oktyabra. Bəs pulu hardan alır? Aşkım, mən pulsuz əməliyyat elətdirəm. Məndə pulsuzdur. Ay Allah. Allah şəfa versin, çox sağ ol. Saç boyamın nömrəsi 6777 İsmət saç qaynaqları. Qızlar, saçlarımı saraldacağım mən. Saçlarımı eləyəcəm blondin. Bilmirəm ürəyim, mən əməliyyatın qiymətini bilmirəm. Üzünüz nə çox yağ. Ay qız, bacı, üzüm mənim dəhşət yağlanır, dəhşət dərəcədə. Bax, əməlli başda üzüm yağ tökür. Amma mənim qabaq üzüm çox quruydu. Yaxşı. Qara sabunla yuy. Az dəlirsən, üzü yağlı olan insanlar gec qocalırlar. Hə, gec qırışan üz deyirlər, ay sağ ol. Çoxlu yağlı yemək yeyirəm, hə. Nə bilim, ay qız. Çox sağ olun, təşəkkürlər. Ay qız, mən niyə sıxılıram? Ay Allah, ay Allah. Çox sıxılıram, ay Allah. Orxan oradadır. Bir gəlsəydi onunla mırtdaşardı. Yaş kompleksim var, heç vaxt 1985-ci ilə. 29 Mart 1985-ci ilə. Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuşam. Mamam qonaq gedəndə özümü saxlaya bilməmişəm, dünyaya göz açmışam, bacı. Heç vaxt yaşımı kompleks eləməmişəm. Min şükür Allahıma. Yaşımı danmamışam. Uşaqlarımın yaşını danmamışam. Həyatı boyu. Yəni, məndə elə şey yoxdur. Qızımın 22 yaşı var, oğlumun 20 yaşı sentyabrda olacaq. Yəni, heç vaxt elə yaş kompleksi eləməmişəm. Həyatı boyu. Naborot qürur duyuram. Həyatda da canlı məni görənlər, deyirlər ki, ekran səni necə kök görsədir. Sən cıqqıl-mıqqılısan ki, deyirəm, hə. Deyirlər, üzün zadın, hamısı bax balacadır səndə, cıqqıl-mıqqılı qızsan. Yəni, heç vaxt. Saçımın nömrəsi 6777. Həyatı bu qürurla deyirəm ki,
1985, öküz ili, Qoç bürcü, yüksələnim Oğlaq. Niyə yaşımı danmalıyam ki? Nəyə görə? Həqq elədi. Allahın ondan da olsun, həqq elədi. Bəli, 41 yaş olub uca. Martın 29 oldu. Danmaram, niyə danıram ki? Düzdür deyir, görmüşəm səni. Allah haqqı. Amma az görünürsünüz. Çox sağ olun. Allah razı olsun. Maşallah. O gün gördüm sizi. 41'i keçmişəm də deyirəm. Mən nə deyirəm ki? Deyirəm 41 oldu. Martı 29 oldu. Görmüşəm sizi 32 görsənirsən. Çox sağ ol ürəyim. Anam qafanlıdır hə. Yəni mən yaşımı danan insan deyiləm. Suyu bol için bol su mütləqdir. Yəni dərvizə fikir verin. Masajınızdan qalmayın. Vaxt-vaxtında gedin. Bədən masajı aşkım. Əgər masaja imkan yoxdursa getməyə, Allah hamımıza ruzu yetirsin. Bədən şampununun içinə xörək Naxçıvan duzu tökün, ondan çimin. İnşallah siz deyən Allah bir gün sizin səsinizə eşidəcək. Ya Rəbbim, ya Resulallah, eşit bu izləyicilərimin səsin. Xahiş edirəm səndən, qurban olub, eşit bunların səsin. Nə duzu? Naxçıvan duzu. Salam Vüsü, salam. Niyə oxumursan? Osmanova görməmişəm. O gözə görmədim. Saçı da az, saçı yox, bədən şampunu aşkım. Saçını da duzla yuya bilərsən. Şampunun içine at, dibi bərkisin. Genetikada играет rol. Düz deyirsən, genetikada atam tərəf oxşamışam. Həci çox yaxşı adamdır. Allah həcin canı sağ eləsin. Amin inşallah. Bədənimi sabunla yuyuram, ziyandır bədənə. Mən sabunla yumuram, sabun qabıq verir ay qız. Naxçıvan deyir duzu ilə yuyursan deyənə belə duzlusan, çox sağ ol bəbir. Hə, demə. Göz dartma eləmirsən, çoxdan. Nə şampunu yox aşkım, bədən şampununuzun üstünə duz tökün. Əgər masaja gedə bilmirsinizsə, bədən şampununun içinə Naxçıvan duzu 2 qaşıq, 1 qaşıq tökün. Hər çiməndə ondan özünüzü sürtün də, şeylə, baçalka ilə sürtün ki, bədəniniz möhkəm olsun. Ayso bədən geli. Duş geli deyirəm də, hə, duş geli. Mən də çox sevirəm sizi ürəyim. Duzda olun Aysa. Dırnağı neçə düzəltdirirsən? Pedikürümü 30'a elətdirirəm aşkım. Mən bir dənə pedikürə gedirəm. Dırnaq elətdirmirəm. Peki elətdirdim bu. Peki elətdireyim ay qız. Qızlar. Peki gedim elətdireyim. Mənim sədəfim çıqqılıdır deyən aşkım. Çox çıqqılı sədəfim vardı. Biliyorum buna baxın, tüm çıqqılıdır sədəfim. Ona görə hər adam mənim dırnağımı düzəldə bilmir. Salam. Aleyküm salam. Nasılsınız kızlar? Saçım yanıb nə edəsən? Keratin. Paylaş ay qız, paylaş. Baş üstə. Belə qəşəydir. Saç rəngim 6-7-7-7. Çox sağ olun ürəyim. Mən bu həyatda yedinka kişi bürcü deyərəm ki, o deyirlər kişinin bürcü olmur. Bütün kişilər eynidir. Mən deyərəm ki, bu həyatda yedinka kişi bürcü var ki, o xərçəng bürcüdür.
Xərçəng bürcünün kişiləri, xərçəngin kişisi bürcdən danışdı, ona görə deyirəm. Xərçəngin kişisi sevdisə xəyanət etmir. Amma səni heç vaxt ac qoymaz. Yedinka kişi bürcdür ki, xərçəng bürcü, əgər həqiqətən səni sevirsə, əgər ki, ay arvadlar, əgər xərçəngin kişisi sizə xəyanət edibsə, bilin ki, sizi sevmir. Xərçəngin kişisi sevdiyinə xəyanət eləmir. Yadınızda saxlayın. Hətta desəm ki, gedər hambal işləyər, son qəpiyinə qədər gətirib sevgilisinə yedizdirər. Xərçəngin kişisi. Bax, gedin, axtarın, qarış-qarış, gəzin, gedin xərçəngin kişisini sevin. Gəzin, qarış-qarış. Bax, and ola Allaha. Bir xərçəng bürcü sizi sevirsə, gedin papağınızı atın, göydə 5 dəfə, 6 dəfə fırlanın ki, sevinin ki, xərçəngin kişisi sizi sevir. Bax, tövbə deyirəm sizə. Qısqanc olur, manyak kimi qısqanır sizi, manyak kimi sizə pul xərcləyir, gözünə heç nə görsənmir. Sizin arzularınız onun arzularıdır. Sizin istəkləriniz onun istəkləridir. Siz xoşbəxt olanda o da xoşbəxt olur. Bir xərçəng kişisi sizin həyatınızda varsa, dünyanın ən xoşbəxt qadını sizsiniz. Oğlaq bax belə sevir. Bax belə. Super. O qədər gözəl sevir. O qədər manyakcasına sevir. O qədər dəlisov sevir. Elə bir sevgi istəyirsə, gedin oğlağı sevin. Sonra ən çox xəyanət edən kişi bürclər. Ən çox xəyanət edən kişi bürclər. Hamı indi fikirləşəcək ki, mən əqrəbi deyəcəm, dolçanı deyəcəm, əqrəbi, dolçanı. İndi hamı elə fikirləşir. Balığı deyəcəm. Amma yox. Amma desələr ki, bürclərin içindən xəyanət etməyən kişi bürcü seç Vüsalə, seçərəm. Xərçəng, oğlaq, oxatan, qız, tərəzi. Xəyanət etməyən, sevəndə xəyanət etməyən bürc desələr, yenə deyirəm, xərçəng, oğlaq, oxatan, qız, tərəzi. Vəsə, xəyanət etməyən desələr, kişi bürclərin içində onu seçərəm. Desələr ki, sıralamaya qoy, xəyanət edən kişiləri sıralamaya qoy. Birinci növbədə əkizlər, dolça, əqrəb, balıq, buğa, qoç, şir, bunlar da sıralama ilə belə gəlir. Sonra, valla kişilər, yəni. Ondan sonra, qızlar, sevgidə ən gözəl, uşaq kimi sevən, sahiblənən qadın bürc. Valla. Üzürlər olsun ki, təəssüflər olsun ki, maymaq, qoyun kimi sevən, adnalib olan, gözü səndən başqa heç kimi görməyən, əl çəkməyən bürc, qoç bürcü.